İsmayıllı rayonunun Lahıc qəsəbə sakini Raci Baxışov uzun illərdir qədim əşyaların toplanması ilə məşğuldur. O yaşadığı evin həyətində müxtəlif dövrlərə aid məişət əşyaları, telefonlar, tərəzilər, sandıqlar və digər tarixi eksponatlardan ibarət zəngin bir kolleksiya formalaşdırıb. Qədimi sandıq, hə? Bunlar hamısı dədəbabadan qalma şeylərdir. Ondan başlamışam yığmağa. Belə Lap köhnə sandıqlar deyə bu. hə, bu ən yaxşısı bax budur. Bu sandıq. Lap qədimi sandıq. Hə, bu qədimidir. Bunlar qədimi Bunlar qədimi sandıqlar. Ən qədimi. Ən qədimi. İlk olta Çox qədimidir. lap qədimi Hə, sandıq. qədimi sandıqlar. Təxminən 50 ildir davam edən bu məşğuliyyət nəticəsində minlərlə eksponat toplanıb. Raci Baxışovun sözlərinə görə əşyaların böyük bir hissəsi ona qohumlar, kənd sakinləri və tanışlar tərəfindən hədiyyə edilib. İllər ərzində yığılan bu nümunələr bu gün həm yerli sakinlərin, həm də Lahıca gələn turistlərin böyük marağına səbəb olur. 50 ilə yaxın vaxtdır ki, deməli yavaş-yavaş bu kolleksiyanı yığıram. Yavaş-yavaş deməli gətirirlər qonşular, sonra yaxın qohumlar, hamısı gətirib bu əşyalar. Evdə qalıb nə edəcək? Evləri təmizləyirlər. Deyirəm artıqdır bu. Mən də gətirib hamısını yığıram burada. Raci Baxışov bildirir ki, kolleksiyadakı əşyaları almaq istəyənlər olsa da onları satmaq fikrində deyil. Onun əsas məqsədi qədim irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Hazırda minlərlə eksponatın yer aldığı bu açıq səma altında muzey Lahıca gələn qonaqlar üçün ən çox maraq göstərilən məkanlardan birinə çevrilib. Buraya gələn turistlər burada indiyədək görmədikləri əşyalarla tanış olur, yalnız haqqında eşitdikləri tarixi nümunələri yaxından görmək imkanı qazanırlar. Sərginin ən diqqət çəkən məqamlarından biri isə bəzi qədim əşyaların real dəyərindən dəfələrlə yüksək qiymət təklif olunmasına baxmayaraq sahibinin onları satmaqdan imtina etməsidir. Satmaq fikriniz var? Yox, heç vaxt satmıram, heç vaxt. Ən dəyərli əşyanız. Ən dəyərli şu telefon. Hə, qədimi telefon var orada. Fırladır o belə. Hə, filan yeri qoş mənə baş üstə. Raci Baxışov deyir ki, bu əşyalar onun üçün maddi dəyərdən daha çox mənəvi əhəmiyyət daşıyır və məqsədi onların gələcək nəsillərə çatdırılmasıdır. Sərgiyə gələn turistlərin sayı isə ildən ilə artmaqdadır. Rafiq Həsənov, Elçin Məlikov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.